Güman edirəm ki, hələ uzun müddət bu kəşflər davam edəcək və maraqlı məqamlar çıxacaq ortalığa. Heç kimin eşitmədiyi, fərqli ölkələr barədə heç kimin görmədiyi və yaşamadığı təcrübələri biz burada qonaqlarımız sayəsində sizə təqdim edə biləcəyik. Bu dəfə qonağımız səyahətçi Ülkər Qurbanovadır. Sabahınız xeyir olsun, xoş gəlmisiniz. Sabahınız xeyir. Xahiş edəcəyik ki, bu planet sizi eşitsin deyə mikrofon bir balaca yaxın oturasınız. Ülkə mədbəsi profilinizə baxanda gördüm orada 49 ölkə, səhv etmirəmsə. Artıq 51. Yəni Instagram gecikir, məlumatları update eləyir, xahiş eləm. Və deməli 164 şəhər gördüm səhv etmirəmsə. Bəli, artıq o da bir 185-187 arasıdır. Bu 22 yaşınızda buna necə sual verirlər də adətən də. Ümumiyyətlə qısa olur səfərləriniz, yoxsa ən çox qaldığınız uzun müddət hansı ölkə olub? Çox sağ olun bir daha dəvət üçün. Deməli, mən 3 il Avropada yaşamışam, təhsil almışam. Bəli, magistr dərəcəmi İtaliyada almışam və 3 ölkədə yaşamışam. İtaliyadan başqa Macarıstan və Sloveniyada da master tezimi yazmışam, universitetdə çalışmışam. O dönəmdə Avropanı çox yaxşı gəzdim əslində. Bildiyiniz kimi Avropa daxili, düşünürəm ki, bunu bir çox səyahətçi də bilir. Çox münasib qiymətlərə siz uçuşlar əldə edə bilirsiniz və çox ucuz. Məsələn, mənim ən ucuz 5 avroya, 6 avroya aldığım belə biletlər olub. Bu təyyarə nə uçmuş? Bu təyyarədir, bəli, təyyarə. Dəqiq təyyarə idi, 5-6 avroya. İndiki qiyməti baxanda. Yəni təbii komfort axtarmırsınız da. Tələbə olanda siz heç bir şəkildə komfort axtarmırsınız. Daha çox yer görmək istəyirsiniz, daha çox ölkə görmək istəyirsiniz və orada yaşayanda daha sizə bu əl çatan olur ki. Mən bir dəfə Rigadan Barcelona Ryanair ilə gəldim. Ondan sonra başa düşdüm ki, low costerlar mənlik deyil. Yəni ondan sonra uça bilməyəcəm. Çox həddindən artıq sərt, necə deyirlər, oturacaqlar var. Yəni sən bilmirsən ki, necə oturasan. Sözün açıq alanda da bilmədim ki, Ryanair low costerda hava daşıyır. Ucuz gördüm. Dedim, nə yaxşı ucuzdur. Belə bir məsələ gəldi. İtaliyada magistr təhsili hansı ixtisas üzrə? Mən diplomatam, beynəlxalq əlaqələr üzrə bəli magistr dərəcəmi almışam. Maraqlı məsələdir. Biz Melani'dən sual vermək bilməm sən fikri var yoxsa. Ola bilər, niyə də yox. Niyə də yox. Hər halda maraqlıdır yəqin ki, bu sahə. Sizin dövrünüzdə başqa idi baş nazir, səhv etmirəmsə. Bəli, sadəcə siyasi məsələ. Bəli, əslində İtalyanların özü ümumiyyətlə siyasətlə bağlı, məsələn, siz İtalyanlarla danışsaz, hətta orada bizim belə kiçik bir zarafatımız var idi. Mən təzə keçəndə dedim Berlusconi necədir? Sadəcə evdə yaşadığımız İtalyanlara və onlar belə bir şok keçirdilər ki, sən hardan bilirsən? Sən tam başqa bir ölkədən gəlirsən, sən bizimsə. Bu sadəcə kiçik bir zarafat idi əslində. Yəni mən tam dərinə getmədim. Deyirəm bilirsiniz biz çox şey əslində belə maraqlanırıq bilirik. Bax mən sözünüzə qüvvət və Azərbaycanlıların ən çox sevdiyim xüsusiyyət nədir? Biz həmin ölkəni bəlkə də o ölkədə yaşayanlardan daha çox yaxşı bilirik. Yəni həm siyasətlə maraqlanırıq və s. və belə bir təcrübələndirmələr olur adətən gedəndə. Amma Meloni'ni də yaxşı tanıyırıq. Yəni bu dəqiqə çıxıb müsahibə alsan küçədə insanların 90%, 99% xüsusən də kişilərdən söhbət gedir. Mən düşünürəm ki, Meloni barədə ən azı bir neçə məlumata sahib olacaqlar. Baxın, 3 ölkədə yaşamısınız. Sloveniya, Macarıstan və İtaliya. Hansında yaşamaq sizin üçün daha rahat və daha yaxşı olub? Qəribədir bəlkə səslənsə Sloveniya. Sloveniya daha kiçik ölkədir və mən düşünürəm ki, Avropanın hələ tam kəşf olunmamış ölkələrindən biridir. Amma çox gözəldir, təbiəti çox gözəldir, insanları çox yaxşıdır. Və çox qəribə bir şəkildə, məsələn, Sloven dili ümumiyyətlə Rus dilinə çox bənzərdir və Slavik dillər qrupuna aiddir. Ona görə də biz Rus dilli olan insanlar çox rahatlıqla deməyim, amma rahat başa düşə bilirik. Bu da mənə bir komfort verirdi təbii ki orada, amma insanların 80% bundan utanmaram deməyə, demək olar ki, ingiliscə danışırdı. Yəni siz bir avtobusa daxil olanda belə o komfortu yaşayırdınız ki, avtobus sürücüsü ilə ingiliscə danışa bilirsiniz. Okey, təbii ki, bu siyasət barədə danışmırdınız, amma yəni gedəcəyiniz yolu ondan soruşub və bir cavab ala bilirdiniz. Nəyi ki, siz təəssüf ki, İtaliyada məsələn tapa bilmirdiniz, çünki İtaliyanın ümumiyyətlə bilirsiniz tarixi, zəngin mədəniyyəti və s. və İtalyanların özü düşünürlər ki,
xəritə yaranandan Roma orada varsa, yəni hamı italyan dilində danışmalıdır. Bəli, burada biraz dil bariyeri ola bilərdi italyanlarla, amma italyanların özü çox istiqanlı insanlardır. Yəni çox rahat yola gedirsən. Macarlar eyni şəkildə, macar dili ümumiyyətlə mənə biraz daha çətin gəlirdi və əgər kiçik ölkə şəhərlərində yaşayırsınızsa bir balaca çətinləşir. Amma Sloveniya mənə hər tərəfdən çox daha rahat gəlməyə başladı. Universitet, ümumiyyətlə orada çalışdığım supervisorlarım və s. çox həm belə friendly də, dost yanlıydılar, canlıydılar və çox rahatlıq bizə verirdilər ki, məsələn, mən əgər master tezisimi orada yazırdımsa, deyirdi ki, sən dünyanın istədiyin yerindən onu yaza bilərsən. Əsas odur ki, mənim sənə qoyduğum son tarixlərə uyğunlaşdırasan işi. Rəhman dili ilə desə deadline-lar. Rəhman belə bir məsələləri sevir. Mən sizə açıqlayım. Müqəddəm, yaxşı bu magistrda elədiyiniz bu Maçranski müdafiə eləyəcəksiniz. Onun mövzu nədən ibarət idi ki, siz bu ölkələrə Mən Qarabağla bağlı magistr tezimi yazdım. Bəli, çox yaxşı bir mövzuya toxundunuz. Hətta İtalyan idi mənim supervisorum və o da çox, hətta sonda mənə təşəkkür elədi ki, mən bilmədiyim bəzi şeylər öyrəndim. Təbii ki, sadəcə Qarabağ haqqında yox. Ora məcburən deməyim, əslində bizim regionda olan, məsəl üçün Abxaziya haqqında da yazdım, Transnistriya haqqında da yazdım ki, bu Qarabağı sadəcə Qarabağ olaraq deyil, bəzi məsələlərə toxunaraq, yəni master tezim sırf bununla bağlı idi. Əla, mən sizə uğurlar arzulayıram. Bundan sonra bilməm fəaliyyətiniz hansı istiqamətdə olacaq, amma çox maraqlı, belə deyək ki, yanışmanız var. Son olduğunuz ölkə hansı idi? Son olduğum ölkə Moldova. Bu yaxınlarda Moldovadan gəlmisiniz. Bu yaxınlarda demim qışda gəlmişəm. Hələ onu heç paylaşmağa çatdırmamışam. Düşünürəm ki, paylaşacağam bu yaxınlarda. Bəli. Moldova belə çox düşünürəm ki, Sovetin hələ də izlərini daşıyan bir ölkədir. Və qurtulmağa çalışırlar yeri gəlmişkən Çünki Avropa o izlərdən. Həm də Avropa İttifaqı ilə rəsmi artıq müzakirələr başlayıb Moldovanın Avropa İttifaqına daxil olması üçün. Bəli, ümumiyyətlə Avropa İttifaqı öz sərhədlərini genişləndirmək istəyir. Bildiyiniz kimi təzəlikcə məsəl üçün Bulqariyada, Bolqaristan da daxil oldu və Montenegronun özü məsəl üçün indi status aldı ki, onlar da viza ilə gedirlər və s. Amma Rumıniyanın özü daxil oldu ki, əvvəldə bunlar planlaşdırılırdı, amma indi hal-hazırda bəli, Avropa öz sərhədlərini daha ittifaq çoxaltması üçün bəli, Moldova ola bilər ki, indi bu prosesdədir. Qışda Moldovada nə var ki, getdiniz görməyə? Okay, məndə normalda belə bir düşüncə var ki, mən dünyanın bütün ölkələrini görmək istəyirəm. Və hamı soruşur ki, bəzi ölkələr var ki, ora getməyə dəyməz. Mən düşünürəm ki, bütün ölkələrə getməyə dəyər. Amma sadəcə sevdiklərinizə qayıtmağa dəyər. Yəni bir dəfə də olsun məncə bütün ölkələri görməyə dəyər. Çünki hər zaman sizə xoş olan, sizə maraqlı olan, fərqli olan bir məqamla rastlaşacaqsınız. Ola bilər ki, mədəniyyət olsun, ola bilər insanlar olsun, ola bilər yer olsun, hər hansı bir şey. Məsəl üçün Moldovada 4000 kilometrlik bir yeraltı bir tunel var ki, orada Moldovanlar şərab istehsalı ilə məşğuldur. Məsələn, bu dünyada çox unik belə bir yerdir. Başqa heç bir yerdə görə bilmirsiniz. Və orada turlar təşkil edirlər və s. Və yəni okey, ola bilər ki, bu çox adam deyə bilər ki, mən içki içmirəm. Onsuz da ora insanlar içki içməyə, mən də içki içməyə getmədim. Sadəcə o unikal yeri görmək üçün getdim. Ya indi də işləyir ora. İndi də işləyir, bəli. Yəni və o 4000 kilometrdən onsuz da hamısı sizin üçün açıq deyil. Hansı bir hissəsi açıqdır ki, ora düşə bilirsiniz, amma yenə də o yeri siz məsələn qışda da, yayda da aşağısından düşəndə mənfi dərəcədə olur və kifayət qədər belə unikal bir təcrübə yaşayırsınız. Maraqlı 4000 kilometrlik məsafə nəyə lazımdır? Bunu daha əvvəllər elə bil müharibə vaxtında tikilmiş bir yerdir. Bunker kimi istifadə edirlər. Çox böyük bir bunker deyək. Bilirsiniz ki, bunkerlə daha çox albanlar məşhurdur əslində. Onların o vaxtki prezidenti ümumiyyətlə qorxu içində yaşayıb ki, mütləq ki, onu kimsə öldürəcək və çoxlu bunker tikib. Amma Moldovada sırf belə bir yer var və onlar da bunu çox düzgün şəkildə istifadə etməyə başlayıblar deyək ki. Və siz gedəndə görürsünüz ki, əməli başlı istehsal var. İstehsaldan başqa bunu çox gözəl bir şəkildə artıq ölkəni təqdim etmək üçün reklam şəklində də edirlər. Və Moldovaya gələn turistləri də aparırlar ora. Bu həm turistikdir, həm orada təbii ki siz əldə də edə bilirsiniz o şərabları. Şərablardan başqa hər bir suvenirlər və sair ölkəyə aid bir çox şey də əldə edə bilirsiniz. Ki siz Kişinyova gedəndə məsələn düşünürsüz ki, mən hara gedə bilərəm başqa. Məsələn çox bir yer yoxdur gedəsi. Mənim məsəl üçün çox sevdiyim Puşkinin
evi idi ki, oranı ziyarət etdim. Amma rəyləri oxuyanda məsəl üçün çox adam deyir ki, orada heç nə yoxdur. Mən düzü xatirəsini belə də yad etmək üçün getdim, çünki mənim sevdiyim bir şairdir. Amma yəni dediyim kimi də belə güclü bir şey gözləyə bilmirsiniz ölkənizdən. Çox Sovetləri xatırladır. Bəlkə də Bakının 2000-ci illərini xatırladır. Məsələn, siz avtobusa minəndə hələ də konduktor görürsüz. Ancaq nəqd puldan istifadə edirlər. Siz pulu verirsiniz və avtobusda yəni sizə kiçik belə bir kağız verirlər ki, bilet. Sizin biletinizdir. Bunu itirməyin ha. Bəli, bunu yoxlayırlar. Ümumiyyətlə turistlərə qarşı biraz təəccüblü. Yaxşı, o vaxt bizdə 2000-ci illərdir. Bizdə bu vaxt populyar idi. Deyirdilər misal üçün Əhmədli, Qaraqarayev qışqırdı. Kişinyovda bu məsələlər konduktorlar çağırırlar yoxsa yox? Xeyr, çağırmırlar, amma siz sual verə bilirsiniz konduktora ki, mən harda düşüm, hara gedim. Hətta mən getdiyim otelimi axtardığım üçün Google Maps-lə baxırdım və yanımda olan insanlar başa düşdülər ki, mən turistəm və özləri mənlə danışmağa başladılar ki, mən hara gedirəm. Onlar mənə nəyi tövsiyə edə bilərlər. Yəni bu da o deməkdir ki, turist sayı az olduğu üçün onlar özləri danışmaq istəyirlər və həqiqətən də çox kömək eləməyə çalışırlar. Bir neçə nəfər mənə kömək eləməyə də çağırdı. Taksistlər xaric təbii ki. Taksistlər hər yerdə xaric. Amma belə, bəli, normal bir dəfə görə biləcəyiniz, mən düşünürəm ki, bir ölkədir. Ucuz ölkədirmi, yoxsa yox? Nisbətdə bəli. Ümumiyyətlə baxır siz necə gəzmək istəyirsiniz. Yəni hər zaman deyirəm ki, sizdən asılıdır. Yəni qaldığınız oteldən, oturduğunuz restorandan, bu çox asılıdır. Amma nisbətə bəli müqayisə eləyəndə Avropa ölkəsindən bizim ölkə ilə çox daha ucuzdur. Yəni çox rahatlıqla bizim pulla desək 10-15 manata rahat bir lunch və axşam yeməyi eləyə bilərsiniz. Aydın məsələdir. Qaqavuzların yaşadığı yerə getdinizmi? Yəni sırf siz bir şeydən danışırsınız. Muxtar ərazi var. Bəli. Xeyr, ora getmədim çünki Moldovaya gedən Azərbaycanlılar daha çox həmin əraziyə də getməyi, qaqavuzlarla ünsiyyətdə olmağı da çox sevirlər. Çünki onların da bizə, türklərə qarşı çox böyük simpatiyası, sevgisi var. Bəli, o bir balaca Kişinyovdan uzaqdır, bir neçə saat məsafəlik yoldur. Mənim bu dəfə vaxtım az idi, çox limitli idi, bir neçə günüm var idi. Fikirləşdim ki, elə hələ ki paytaxtı görüm və ətrafını görüm. Amma %100 ki, qayıdacam deyə düşünürəm. Hər zaman gedəndə düşünürəm ki, bir neçə vaxt sonra qayıdacam və daha detallı məlumat verərsiniz. Bəli, mütləq. Və Andorra. Bəli, Andorra'dan mən düşünürəm ki, Avropaya artıq nöqtə qoymaq olar. Andorra'dan danışaq. Andorra nöqtə qoymayacağıq. Çünki Fransada daha ucuz qiymətə necə səyahət etmək olar, bunu da biz Ülkər xanımla danışacağıq. Ülkər xanım, gəlin Andorradan söhbət eləyək. Siz Rəhmana fikir verməyin. Ondan sonra istəsəz Andorradan sonra Avropaya nöqtə qoyun. Keçək Asiya tərəfə. Necə deyərlər, qitənin bu birisi tərəfindən. Andorra necə ölkədir? Yəni deyilənir ki, Avropanın Dubayıdır. Yəni belə bir sayma olar. Yəni tikililərə görə yox, söhbət vergi sisteminə görə. Çox düzgün vurğuladınız. Bəli, həm vergi sisteminə görə, həm lüks həyatına görə. Siz Andorraya onsuz da necə, məsələn, soruşsaq ki, necə düşə bilərik ora? Ora heç bir şəkildə nə hava yolu ilə gedə bilmirsiniz, nə qatarla gedə bilmirsiniz. Bəli, gedə biləcəyiniz tək yol bu avtobusdur və yaxud şəxsi avtomobildir. Yəni başqa bir yolunuz yoxdur, təəssüf ki. Və bunu iki ölkədən eləyə bilirsiniz. Bu İspaniyadandır və Fransadandır. İspaniyadan Barselonadan gedə bilirsiniz. Fransadan isə Toulouse şəhərindən gedirsiniz. Bu da Fransanın ən böyük 4-cü şəhəridir. Kifayət qədər gözəl bir şəhərdir o da. Aviasiya şəhəridir, tələbə şəhəridir. Orada gedə bilərsiniz, oranı da görə bilərsiniz və sonra Andorra gedə bilərsiniz. Və bu doğrudur ki, Andorrada vergi ümumiyyətlə olmayıb. İndi bəzi yerlərdə kiçik də olsa tətbiq olunur, amma yenə də Avropanın digər ölkələrinə nisbətən çox daha münasibdir. Və hətta fransızlar və ispanlar bəzən həftə sonunu belə Andorraya gedib, bəli, oradan alış-veriş edib, yəni hətta alış-verişə belə gedirlər, oradan eləyirlər və geri qayıdırlar. Mən düzdür, indi desəz ki, qiymətlərə bir baxdınmı, müqayisə elədinmi? Xeyr, yəni belə girdim bir neçə dənə mağazaya sadəcə baxmaq üçün. Mənə görə eyni görsəndi, çünki mən tam dəqiq qiymətlərə baxmamışdım. Yəqin ki, ispanlar gələndə onlar artıq daha məişət avadanlıqları almaq istədikləri üçün. Amma yəni yenə də dediyim kimi daha münasibdir. Yəni siz məsəl üçün tabako belə hər yerdə yazılıb. Mən istifadə etmirəm, amma yəni məsəl üçün istifadə edən insanlar bunun fərqini çox tez düşünürəm ki, anlayacaqlar. Zərərli vərdiş düz eləyirsiniz.
istifadə eləmisiniz. Mən sizə deyim ki, sizin oxuduğunuz ölkənin indiki başlanğıcı Meloni də bu zərərli vərdişdən qurtulub artıq. Hə? Bəli, bu barədə xəbərlərdə yazılır. Cənab Erdoğanın məsləhətindən sonra. Bəli. Ya bu məsələ var və düz eləyirsiniz ki, istifadə eləmisiniz. Davam eləyək. Bəli. Ümumiyyətlə alış-verişlə bağlı kiçik bir söz demək istəyirəm. Yəni mən məsəl üçün bu təbii ki, hamı üçün bu fərqlidir, amma mən səyahətdə vaxtımı shoppingdən daha çox ölkəni görmək üçün sərf eləmək istəyirəm. Ona görə də məsələn hardasa nəyinsə qiymətini məndən soruşsaz, çox dəqiq bir məlumat verə bilməyəcəm. Amma bu təbii ki, hamı üçün fərqlidir. Yəni kimsə istəyirsə shopping eləsin, təbii ki, eləyə bilər. Yəni daha çox siz həmin ölkəyə gedəndə o ölkənin muzeylərini mi gəzirsiniz, yoxsa? Muzey əvvəllər düşünürdüm ki, daha az yaşlarımda bəli bütün muzeylərə getməliyəm, hamısını görməliyəm, amma daha sonra yaş artdıqca və başa düşdükcə ki, bəzi muzeyləri hətta girməsəz də olar. Əsaslarını getmədən əvvəl araşdırıram və əsas mənə maraqlı olan, ümumiyyətlə mənə bir şeylər qatacaq olan, öyrədəcək olan muzeylərə gedirəm, amma hamısına getmirəm artıq. Çünki bəzən ölkəni belə bir yaxşı bir söz də var ki, bəzi şəhərlər o açıq hava altında muzeydir. Yəni şəhərin özü belə açıq hava altında muzeydir və siz şəhəri kəşf eləyəndə, sadəcə gəzəndə belə şəhərdə insanlarını görəndə, mədəniyyətinə toxunanda, danışanda insanlarla, bu özü belə sizə çox böyük bir bilik qatır ölkə haqqında. Hansı muzey sizi məyus edib? Var belə bir? Məyus edən... Mən də dedim burada gözləntiləriniz yəni o qədər olmuyor. Misal üçün Louvre muzeyi Rəhmanı məyus elədi, yox? Adam o qədər çox idi ki, məyus eləyən sadəcə odur və sən hiss edirsən ki, və sən hiss edirsən ki, hamı ora Mona Lisa ilə şəkil çəkdirmək üçün daxil oldu. Bununla bağlı son bir reelsim var idi. Ki, necə əslində getmək lazımdır Louvre-a. Mən düşünürəm ki, Louvre-ya gərək çox tezdən gedəsiniz də, çox yerdə əslində belə, ya da ki, axşam saatlarında gedəsiniz. Tezdən getmişdik, saat 11-in yarısı idi, növbəyə də dayandıq, elə az adam yox idi sözün açığı. Online bileti almalısınız. Elə online almışdıq, özü havaya almışdıq. 11-in yarısı tezdir, qurban olum sən. Cəmaət 11-in yarısı nahar eləyirik. Başa düşdüm, siz havayı almışdısa, deməli bu çox böyük ehtimal 5-ci günə düşmüşdür. Bəli, həftə sonu idi. Həftə sonuna və yəqin ki, ayın hər ayın elə bir 5-ci gününə, birinci 5-ci günü pulsuz olur. Amma o dənişsiz olduğu üçün bütün çox insan bunu bilir və ona görə də insan sayı ekstra bir 2-3 qatı çox olur. Sən təkcə sən bilirsən. Amma mən məsləhət görürəm ki, məsəl üçün Louvre kimi bir muzeyə girişi hardasa 22 avrodur. Yox, dəyişib qiymət. Siz nə vaxt öyrənmisiniz? Mən qışda getmişəm, 22-23 avroya almışam. Onda bizim uşaqları alladıblar. Çünki 33 avroya satdılar. Bu da yaxşı məqamdır. Hətta bunu da mən bildirmişdim Instagramda ki, bir çox üçüncü third partilər deyirlər də, şirkətlər var ki, səhifələr var ki, onlar satırlar və oradan almağı mən məsləhət görmürəm. Çünki reklam olaraq siz Google-da görürsünüz ki, birinci o çıxır üzə və oraya daxil olursunuz və elə bilirsiniz ki, o Louvre-un rəsmi saytıdır. Amma əslində o rəsmi sayt deyil və onlar 2-3 dəfəsinə bəzən daha baha satırlar. Bəzən 50 avroya da görə bilirsiniz. Amma rəsmi saytından Louvre-un mən özümə və bizim getdiyimiz qrupumuza sadəcə 22 avroya almışam. Aferin. Maraqlı bir məqamdır. Yox, çox maraqlıdır. Niyə? Çünki bizim həmin dövrdə getdiyimiz adamlar hansı ki bilet aldılar paralel, elə Louvre-un içindəki kassadan almışdılar. 32 yoxsa 33 avroya bu məqamı da vurğulayaq, amma sizin də məsləhətləriniz gələcəkdə Parisə gedənlər üçün maraqlı ola bilər. Digər bir məsləhət də mən sənə deyim ki, gəzməyə gedəndən sonra bundan sonra mənlə getdim. Berlində heç bir muzeyə pul xərcləmədim. Bu arada sən bildin, pulsuz media vəsiqəmizlə sədbə belə bir məsələlər var. Dostlar, bəzi ölkələrə gedəndə əgər bizim həmkarımızsınızsa, əslində Louvre-da da elədir. Varsa media vəsiqəsi ilə sən qeydiyyatdan keçə bilirsən. Burada problem yoxdur. Andorraya gedəsi olsaq, hansı ərazilər turist üçün maraqlıdır gəzmək baxımından da? Alış-verişdən danışdıq, biz coğrafi nöqtələri də danışaq. Andorra bildiyiniz kimi çox kiçik bir ölkədir, çox kiçikdir. Yəni iki ölkə arasında olan bir ölkədir və paytaxtı Andorra La Velle şəhəridir. Çox belə yaxındır ölkənin adına da. Mən kimə məsləhət görürəm? Əgər məsəl üçün mənim kimi bütün dünyanı görmək istəyən və bütün ölkələri görmək istəyən adam deyilsinizsə, daha çox qış turizminə getməyi məsləhət görürəm. Çünki orada bəli, çox gözəl dağlar və mənzərələr möhtəşəmdir və çox adam sırf ski üçün gedir də, yəni xizək üçün gedir. Əgər bununla maraqlanırsınızsa, bəli, yəni Andorra sizin üçündür. Amma əgər sırf şəhər mərkəzini görmək istəyirsinizsə,
Yəni şəhər mərkəzində Da Vinci-nin o məşhur əsəri, o saat əsərindən başqa bəlkə də belə çox gözünüzə çarpan bir yer olmayacaq. Kiçik bir körpüsü var və belə çox deyim ki, görüləsi bir yer yoxdur. Sadəcə bir balaca məqam məni çox təəccübləndirdi, xoş hiss yaratdı. Küçə ilə gedirəm şəhərdə və belə 4 kəsişmə var idi. Dayandım orada və bir də baxdım ki, 4 tərəfdən çıxan yol, 4-ü də dağa baxır. Yəni hara çönsəm belə, dağı görürəm. Və ona görə də həm havası çox təmizdir, insana orada gəzmək belə çox böyük bir zövq verir. Və insanları ümumiyyətlə belə abu havası da yaxşıdır. Amma kiçik bir şəhərdir, yəni belə xüsusi bir gözlənti ilə getməyin, əgər yenə də deyirəm, qış turizmi üçün getmirsiniz. Biz planetimizi həm də Ülker xanımla birlikdə də kəşf edirik dostlar və bu artıq Avropa bir demək məsələ nöqtə qoyaq məncə. Bəs Avropa çünki son zamanlar Asiya tərəf də kifayət qədər maraqlı olub. Asiyada hansı ölkələrdə olmuş Ülker xanım? Asiyada ən son Pakistana getdim. İslamabad? Tək İslamabad deyil, Pakistanı bir 3 həftəyə yaxın gəzdim. Aha, bir dəqiqə boyun yaxın oturum. 3 həftə Pakistanı gəzmək. 3 həftə əvvəl Pakistanı gəzdim və düzü öyrəşdiyim, artıq getdiyim Avropa ölkələrindən çox-çox fərqlidir. Hətta Asiya ölkələrindən belə daha fərqlidir. Asiyada Yaponiya, Koreya, biz hətta daha əvvəl Yaponiyadan da danışmışdıq. Malayziya, Sinqapur və s. görmüşəm. Amma Pakistan bu tam başqa bir dünyadır, tam başqa bir istiqamətdir. Deyə bilərəm ki, indiyənə kimi gördüyüm 51 ölkədən ən qonaqpərvər, ən sizə yaxın hiss elətdirən insanlar sırf Pakistanlılardır. Yəni Azərbaycanlılara qarşı, yoxsa bütün turistlərə qarşı? Azərbaycanlılar xüsusi sevirlər. Bilirsiniz ki, burada bəzi məqamlar da var, amma yəni ümumiyyətlə turistlərə qarşı çox açıqdılar. Çox sevirlər və insanları sevirlər. Yəni sizə bilirsiniz ki, Pakistan kifayət qədər kasıb ölkədir, amma kasıblığına baxmayaraq insanlar son bəzən nəsə yaxşılığın son əlində olan pulu məbləği belə sizin nəsə bir xahişinizə xərcləyə bilərlər. Yəni bu mənə çox təəccüblü gəlirdi. Məsələn, mən aeroportda düşəndə polis ilk gördüyüm polis əməkdaşı mənə dedi ki, hardadır, kimdir də və sənin yanında? Təbii ki, o qarşı cins axtarır. Deyirəm ki, mən tək gəlmişəm. Mənə deyir ki, you're brave girl. Yəni çox cəsarətli bir qızsan. Mən də deyirəm, niyə də? Ölkənizə siz niyə bunu ilk təəssürat olaraq mənə deyirsiniz? Qoyunca düşmüşəm də. Qayıdım mən. Deyir, kimsə sizi gözləyir və s. Deyirəm, yox da, bəs mən özüm gəlmişəm. Yenə baxır, görürəm, çox təəccüblü baxır mənə ki, necə gəlmisən sən bura. Və həqiqətən də hava limanından çıxanda hamı dönüb baxır, çünki özününki olmadığını hiss eləyir. Mən bütün Pakistanı hətta onların milli geyimində gəzdim ki, ən azından belə uzaqdan görəndə məni seçməsinlər özlərindən. Amma təəssüf ki, seçilirsən yenə də, yəni xarici olduğun görünür. Təbii ki, indi yaxınlaşırlar. Ən çox da istədikləri şey sadəcə olaraq sizinlə şəkil çəkdirməkdir. Yəni Çinlilər kimi, Çində olan insanlardır. Səyahət edib gələnlər. Bəli, onlar sizi yenə də deyirəm, fərqli kiməsə ola bilər oxşadılar və hər yerdə mən deyirdim ki, mən məşhur bir insan deyiləm, mən sadə bir insanam, səyahətçiyəm. Amma onlar dedilər ki, yox, olsun da, yəni biz sizlə şəkil çəkdirmək istəyirik. Bəlkə burada ağdərili olma məqamı da xüsusi rol oynayır. Bəli, o əslində istifadə eləmək istəmirdim, amma bəli, əslində belə var. Xüsusən də Hindistanda filan Avropalı turistlər filan görəndə daha çox foto, video çəkdirməyə üstünlük verirlər. Bəli, tamamilə elədir. Bunun ilqari seçkiliyə heç bir əlaqəsi yoxdur. Sadəcə onlar üçün ola bilər, bu maraqlıdır. Bizim üçün necə onlar maraqlıdır, onlar üçün də biz maraqlıyıq. Bəli, eyni şəkildə. İslamabad düşünürəm ki, yəni paytaxtı kifayət qədər, ümumiyyətlə tək paytaxtından getmir. Bir dənə Karaçidən başqa, Karaçini biraz ayırıram. O da yenə də başıma heç bir hadisə gəlməyib orada, amma o qədər araşdırmışdım ki, getmədən və o qədər кейslər görmüşdüm ki, mən çox ehtiyatlı davrandım orada. Və Karaçi düşünürəm ki, onların həm biznes şəhəridir və ölkənin hardasa 40-50% vergisini belə Karaçidə yaşayan o 4-10% arası olan biznesmenlər ödəyir, düşünün, yəni belə bir statistika da var. Amma təhlükəlidir.
Karaçinin özü kifayət qədər təhlükəlidir. Çünki orada o varlı insanlara görə ora iş axtarmağa gedən Pakistanlılar da var, hansılar ki gedib orada iş tapa bilmirlər və bir balaca bu şəhəri artıq təhlükəli edir. Yəni onların sizə qarşı olduğu bu mafiya deyil, Meksika mafiyası deyil də. Onların sadəcə yeməyə çörəyi yoxdur. Yəni belə deyək, yəni vəziyyət həqiqətən də bu qədər çətindir. Amma yəni baxmayaraq ki, varlı şəhər və biznes şəhəri olsa da, amma təzadlar böyükdür orada. Yəni o biznesmenlər sadəcə şəhərin 10%-ni təşkil edirlər. Yəni qalan insanlar sadəcə ora işləmək üçün gedir, amma böyük ümidlərlə gedir və hər biznesin o qədər onsuz da işçisi yoxdur da ki, onlar təmin eləsinlər bunu. Ona görə də təəssüf ki, onlar işsiz qalırlar. Və ona görə də məsələn yollarda və s. siz gərək çox ehtiyatlı olasınız. Çünki hətta silah belə gəzdirirlər öz üzərlərində, soyuq silah da var və sizin çox az vaxtınız var ki, məsələn, onlar sizdən telefon istəsələr və s. bunu həmən verməlisiniz ki, heç bir problem yaşamayasınız. Yəni həqiqətən də belə problemlər olur. Amma digər hissələrində, məsələn, elə başlasaq İslamabaddan, mən çox rahat bir şəkildə taksidən istifadə edirdim, tək gəzirdim şəhəri, bildiyiniz, sadəcə tək və çox maraqlı insanlar, bütün hamı köməyə açıqdır və hətta daha çoxunu deyim, siz hansısa məsələn taksiyə əlavə deyək ki, bir 10 manat belə versəz, o bütün gününü bəlkə sizlə keçirdər və hara istəsəz sizə aparar. Qiymətlər bu qədər ucuzdur. Çox ucuzdur. Yəni bir var ki, mən çalışırdım ümumiyyətlə tətbiqdən çağırım taksini ki, harasa bağlı olsun. Yəni ən azından mən bilim ki, hansı bir tətbiqə bağlıdır. Əlavə puldan gedir söhbət. Məsələn 3 manat, 2 manat yazırsa taksi, komfort onsuz da çox uzaq bir məsafə belə maksimum 6-7 manat yazar. Mobil tətbiqdən istifadə edirdiniz. Bəli. Orada bir Didi var idi, bir də InDrive var idi. 2 dənə tətbiq var idi istifadə etdiyim. Rahat idi, gəlir taksi götürür və s. Amma qıraqda gözləyən taksistlər belə sizi daha ucuza aparmağı belə təklif eləyirlər. Və bəli, hətta məni çox təəccübləndirdi ki, mən bir yerə gedirdim və taksim gəlmədi deyə qıraqda dayanan bir taksi dedi ki, mən sizi aparım, neçə yazıbsa onu ödəyərsiniz. Mən dedim ki, okey, və apardı məni. Düşdüyüm yerdə dedim ki, bir neçə yerə apardı nöqtəyə və sonuncu nöqtədə dedim ki, mən burada harca 1 saat yarım vaxt keçirmək istəyirəm. Gəlin mən sizə ödənişinizi eləyim. Dedi, mən sizi gözləyim. Dedi, mən sizin ödənişinizi eləyirəm. Çıxanda görsəm ki, burdasınız və siz məni apararsınız. Yox, burada olmasaz da indidən eləyim ki, siz məni gözləməyəsiniz də. Bəlkə. Və çıxanda gördüm ki, o saat yarım məni orada gözləyib. Yəni bu deməkdir ki, mən elə başa düşürəm ki, artıq müştəri sayı və s. o qədər azdır ki, yəni o məni gözləyir ki, mən gəlim və saat yarımdan sonra belə məni məsələn otelə aparacaq, harasa aparacaq və o ödənişinin tamamını biraz da nəsə qazanacaq. Yəni belə məsələlər var, amma otellərə gəldikdə bir də üzr istəyirəm, sual vermək istəyirəm. Otellər biz bildiyimiz kimi, yəni 5 ulduzlu, brend otellər və s. və bunlar var hamısı. Mən sizə deyim, bəli, təəccüblü də bəlkə sizə gələ bilər, amma çox lüks otellər var. Çox gözəl otellər var ki, mən həqiqətən də orada artıq bu məsələ lüksdən getmir. Mən ümumiyyətlə belə çox lüks gəzən adam deyiləm. Normal 3 ulduzlu otellər, 4 ulduzlu otellər belə mənim üçün okeydir Avropada. Amma bəzi ölkələrdə məsələn Meksikada nə yaxşı səyahətçisiz, həm səyahətçisiz. Rəhman hara gedir, deyir 5 ulduzlu oteldən aşağı ulduz olsa qalmıram. Fürsət idi. Xeyr, mən əslində mənim üçün təmizlik kifayət eləyir normalda səyahətdə. Çünki çox səyahət elədiyim üçün bu büdcəni də biraz yəni düzgün qurmağa çalışıram. Tənzimləməlisiniz. Bəli. Amma Pakistan elə bir ölkədir ki, mən düşünürəm Pakistandır, Meksikadır, məsələn Hindistandır və s. Bunlar elə ölkələrdir ki, orada artıq siz təhlükəsizliyinizi düşünməlisiniz və otel artıq bu bir lüks məsələsi deyil, sizin təhlükəsizlik məsələniz. Ona görə də Pakistanda mən ən lüks otellərdə çalışırdım qalmağa ki, orada oranı bilirdim ki, təhlükəsizliyi də var, yemək, təmizlik və s. belə məqamları da var. Və çox gözəl otelləri var həqiqətən də. Yəni və baxsaz ki, qiymətlər neçədir o ən lüks otellərdə belə düşündüyünüz. Bu yəni maksimum gəlir $100-150 çıxır. Yəni çox uçuq qiymətlər yoxdur ki, məsələn siz hardasa gedib Dubayda qalanda $1000 bir gecəsinə verə biləcəyiniz otelə burada $100, $150 verib qalır. Nə gözəl. İslamabadda olanda hiss olunur ki, müsəlman ölkədir. Hər yerdə hiss olunur. Bu çox yaxşı bir amildir. Məsələn, mən Misirlə müqayisə eləyəndə Pakistanı,
Misirdir, bilirsiniz ki, müsəlman ölkəsidir. Amma məsələn mənim sevmədiyim Misirdə o idi ki, insanın belə şəxsi çox yaxınlaşa bilirlər. Yəni biz hər dəfəsində çalışırdıq ki, biz orada belə qız qrupu ilə idik. Deyək ki, xahiş edirik, məsafə saxlayın, məsafə saxlayın. Yəni əl zarafatları, toxunuşlar və s. ki, məsələn biz bunu sevmirik normalda. Pakistanda belə bir şey mən görmədim. Heç kim, hətta şəkil çəkdirmək istəyən və s. onların hamısı məsafədə dayanırlar. Sadəcə bir nəfər, hələ də yadımdadır, mən Lahor şəhərində olanda yaxınlaşdı və dedi ki, belə əlini qoymaq istədi. Mən də dedim ki, xahiş edirəm, toxunuş olmasın. O da çöndü, dedi ki, mən TikTok üçün sadəcə çəkirəm, istəyirəm belə. Mən dedim ki, mən müsəlmanam. Bunu deyəndən sonra adam bir addım özünü geri atdı, dedi üzr istəyirəm. TikToku bağladı və çıxdı. TikToku bağladı. Canlılığı bağladı, çıxdı. Amma bunu çox yaxşı başa düşdü, amma siz bir Misirliyə bunu başa sala bilmirsiniz. Çünki onlar Fironla böyüyüblər ona görə. Sonra da müsəlman olublar yəqin. Ya bu məsələ var. Mən sizin çıxışınızda əvvəldə eşitdim ki, müxtəlif ölkələrin mətbəxlərini də dadmağı çox sevirsiniz. Pakistan mətbəxindən söz açıq indiyəcən heç nə yeməmişəm. Siz nəyin dadına baxdınız? Onların biryanidir, nədir adında belə bir düyüləri var. Ümumiyyətlə bildiyiniz bizim mətbəxin bir 4 dəfə daha acısını düşünün və bu Pakistan mətbəxi olacaq. Yəni müxtəlif restoranlara getdim. Acılıq səviyyəsini gərək mən 3 həftə ərzində yavaş-yavaş artırdım. Çünki bu bildiyiniz birdən-birə onu yesəz çox pis bir təəssürat ümumiyyətlə belə sağlığınızla bağlı yarana bilər o problem. Ona görə də birdən-birə çox acılı yeməyi dadmağı mən məsləhət görmürəm. Yəni yavaş-yavaş başlayırsınız. Biraz çünki özünüz də istəyirsiniz, restoranda deyirsiniz ki, az acılı eləyin. Yəni heç eləməyin. Heç eləməyin deyəndə belə o yemək acılı gəlir. Yəni bunu da bilin. Küçə yeməyi çox yemədim düzü. Bu da biraz təmizlik baxımından qorxduğum üçün idi ki, onlar özləri onların öyrəşiblər buna. Amma biz təəssüf ki, buna öyrəşməmişik. Yəni yavaş-yavaş bunu öyrəşdirmək olar özünüzə. Dediyim kimi yeməkləri mənim çox xoşuma gəldi. Son Karachidə yediyim, oturduğum restoran hətta çox-çox xoşuma gəldi. Bizim məsələn burada dəniz ətrafı olan restoranlara bənzəyirdi. Və mənim diqqətimi cəlb edən bir şey də var idi ki, biz yeməyi yeyəndən sonra hətta masada qalan toxunulmamış demirəm, amma toxunulmuş yeməyi də mənim yanımda olan Pakistanlı dostlarım da var idi. Onlar dedilər ki, bunu biz götürək, yoxsa siz bunu yeyəcəksinizmi? Və elə bil işçi yaxınlaşdı, dedi ki, siz əgər götürməsəz biz bunu yeyəcəyik, xahiş edirik götürməyin. Yəni, onsuz da onların da götürmək səbəbi hardasa başqa bir insana verməkdir. Yəni orada yeməyin atılma söhbəti yoxdur ümumiyyətlə. Yəni siz masada qoyub getsəz belə onu ofisiant götürür və özü aparır, evinə, ailəsinə aparır. Maraqlı məsələdir. Dostlar, hansı ayda olmuşuz yeri gəlmişkən? Aprel ayında. Aprel ayında hava yaxşıdır. Hava aprel ayında daha yaxşıdır. Lahorda çox isti idi. Artıq 40 dərəcə idi. Karachidə eyni şeydir, 40-45 dərəcə idi. Ümumiyyətlə belə bir məsələ də var ki, yayda ümumiyyətlə getməyi məsləhət görmürəm. Apreldə getməyi məsləhət görürəm. Çünki çox təzə ağaclar var, təzə çiçək açır. O Yaponiyada olan o sakuranın bir növünü siz Pakistanda görə bilirsiniz. Bu arada Pakistanın şimalı çox gözəldir, Skardusu çox gözəldir. Bu bildiyiniz kəşf olunmamış İsveçrə kimi bir yerdir. Təəssüf ki, çox az bilinir, amma dünyanın ən yüksək, məsələn, ikinci zirvəsi olan Katu, bilirsiniz ki, hətta alpinistlərin o zirvəsidir də. Alpinistlər deyirlər ki, Everest ancaq turistlər üçündür, bir Katu alpinistlər üçündür. Çünki ölüm faizi ən çox Katudadır. Və Katuya gedən yol sırf Skardudan keçir. Yəni Skarduya gələn turistlərin bir çoxu sırf Katuya gedir. Təbii ki, Katunun 8 metrinə qalxmaq üçün deyil, amma ilk baza lagerlərinə və s. ikinciyə qalxırlar və çox möhtəşəm yerdir. Həqiqətən mənzərəsi, ümumiyyətlə dağlıq havası və s. getdiyiniz yerlərin hamısı həqiqətən çox gözəldir. Yəni şimalı. Ülkər xanım, təşəkkür edirik sizə. Növbəti səyahət haradır? İndi bir neçə düşüncəm var səyahətə. Bir Asiyanı kəşf eləmək istəyirəm daha çox. Tayland, Vyetnam, hələ oralara gedib çıxmamışam. Laos mənə çox maraqlı gəlir. Vyetnamı çox tərifləyirlər. Yeri gəlmişəm. Mütləq Vyetnama gedin, gəlin. Sizin də təəssüratlarınız bizə maraqlı olacaq. Deyirlər, həm qiyməti ucuzdur, həm insanları kifayət qədər yaxşıdır və belə bir isti münasibət bəsləyirlər. Afrika ölkələrində yeri gəlmişkən olmusunuzmu? Onu da sadəcə Misir. Onu da nə dərəcədə Afrika adlandırmaq olur artıq. Yəni onlar özlərinin Afrikalı ərəb adlandırırlar. Deyirlər biz Misirliyik.
Misirlilər. Deyirsən yaşda sən Afrikada və yarısında ərəbdir. Deyir, yox biz Misirliyik. Hə, yaxşı olsun. Bu arada ərəb deyəndə məsələn mən Misir ərəbini İordaniyanın məsələn ərəbindən fərqləndirirəm. Çox adam bəlkə də indi bu fərqi əgər iki ölkəyə yanaşı getsəz, yəni eyni tripdə getsəz, bunu çox belə aydın şəkildə hətta özünüz belə görə biləcəksiniz. Daha yəni İordaniyalılar daha ciddidirlər, daha fərqli yanaşmaqları var. Misirlər bəlkə ola bilər ki, çox turist görürlər, ondan da bu bilmirəm və ya daha çox qazanmağa çalışırlar, bundan da ola bilər. Ümumən daha çox qazanmağa çalışırlar. Mən sizə deyim, Misirdə bir 3 dəfə olmuş bir insan kimi. Bəli, elədir, qazanmağa çalışır. Yəni qazansınlar onsuz da, adam demir ki, qazanmasınlar, amma məsələn mən onun tərəfdarıyam ki, 2-3 dəfə çox qazansınlar, amma bəzən 50 dəfə çox qazanmağa çalışırlar. Bu məsələ də var, bəli. Bu artıq ekstra çox. Bu artıq qazanmaq deyil də, bu qazan vurub doldurmaqdır. Qaz vurub qazan doldurmaq. Ülker xanım, çox sağ olun. Çox sağ olun. Təşəkkürlər, minnətdarıq. Salam, bu günlük bitiririk. Ülker Qurbanova ilə olan söhbətimizin video yazısına YouTube-da Planet FM-in rəsmi kanalında baxın. Eləcə də bütün bildiyiniz podkast proqramlarında bizi eşidə bilərsiniz. Bir daha təşəkkürlər. Yolunuz açıq olsun. Çox sağ olun. Görüşərik hələlik.